Ailə içində olur belə şeylər. El nə deyər? Qonum-qonşu bilməsin. Biraz döz, düzələr. Zorakılığa məruz qalan hər bir qadın gündəlik həyatında belə ifadələrlə mütləq rastlaşır. İlk baxışdan bu şəxsi problem kimi görünsə də, əslində gender əsaslı zorakılıq sağlam təməlli gələcək üçün ciddi təhdiddir. Unutmamalıyıq ki, ailə məsələsi pərdəsi arxasında gizlənən zorakılıq bir qadının nə alın yazısıdır, nə də qaçılmaz bir reallıq. Bu, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş hüquq pozuntusudur. İlk addımı atmaq çətin görünə bilər, amma yaranacaq risklərin qarşısını alan ən doğru addım olacaq. Heç bir qadın döyülməyə, təhqir olunmağa, alçaldılmağa və qorxu içində yaşamağa məhkum deyil. Susmaq problemi həll etmir. Onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır. Bugün cəmiyyətdə mövcud olan hüquqi mexanizmlər, dövlətin qarşıya qoyduğu prioritetlər və dəstək imkanları zorakılığa yox demək üçün real fürsətlər yaradır. Bu məqamda şahid olub susmaq, şiddətin istənilən formasını normallaşdırmaq, bir qadının bağlı qapılar arxasında yaşadıklarına göz yummaq, daha böyük bəlalara düçar olmasına razı gəlmək deməkdir. Əziz vətəndaşlar, heç vaxt öz ailəsidir, heç nə olmaz deməyin. Gözləmədiyiniz bir anda hər şey ola bilər. Zorakılıq təkcə bir qadının problemi yox, onun qonşusunun, tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə və təhlükəsiz cəmiyyət üçün zorakılığa qarşı qəti mövqe nümayiş etdirərək belə hallarla üzləşdikdə aidiyyatı dövlət qurumlarına məlumat verin. Susaraq zorakılığa ortaq olmayın.